Bakı 2015 Avropa oyunları Azerbaycan'da в городе Баку прошли первые в истории европейские. Bakı 2015 Avrupa oyunlarına neredeyse Capital and largest city of Azerbaijan. Bir ölkə dünyanın idman tarixində yeni bir səhifəni necə aça bilər? Bir şəhər bütün Avropanı birləşdirən idman səhnəsinə çevrilib tarixi missiyanı necə tamamlaya bilər? Birinci Avropa oyunlarının açılış münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Birinci Bakı Avropa oyunlarını açıq elan edirəm. 2015-ci ildə bu yeni tarixi Azərbaycan yazdı. İlk Avropa oyunlarının məşəli Odlar yurdunda alovlandı. Bakı yarışların deyil, mədəniyyətlərin və qələbələrin məskəninə çevrildi. Addım səsləri bir ahəngə çevrildi. Avropanın 50-dən çox ölkəsindən minlərlə idmançı bir araya gəldi. Bütün xəyallar burada gerçək oldu. Bu oyunlar sadəcə medal uğrunda mübarizə deyildi. Bu, xalqlar arasında körpü salmaq, gələcək nəsillərə ilham vermək üçün atılmış addım idi. 10 il ötsə də, o günlərin həyəcanı və enerjisi bu gün də yaşayır. Hər tribunada, hər arenada, hər azarkeşin qəlbində. Bu oyunlar tarixin səhifəsində sadəcə hadisə kimi yox, millətin yaddaşında qürur kimi qalır. İlk Avropa oyunları bir başlanğıc, bir tarix və sonsuz qələbələr deməkdir.